Salam olsun hər kəsə, salamlayıram hər birinizi. Bu dərsimizdə sizinlə meta təqləri və SEO haqqında danışacağıq. Ctrl B eləyib sol tərəfi bağlayıram. İlk öncə SEO haqqında danışsaq əgər, nəzəri məlumat versək, SEO-nun açılışı Search Engine Optimization-dır. Yəni axtarış motorlarının optimizasiya olunması deməkdir. Bu nə deməkdir bəs? Baxın, biz veb səhifələri hazırlayırıq. Təbii ki, bunlar istifadə olunduğu zaman, yəni live olduğu zaman müxtəlif yerlərdə, brauzerlərdə axtarış olunacaq bununla bağlı. Örneğin Google-dan misal verək. Google-da axtarış olunacaq. Həmən axtarışlar zamanı biz elə edə bilərik ki, yalnız məsələn bu veb saytın adını yazmaqla ora daxil olmasınlar da. Örneğin tutalım həkimliklə bağlı ya da müəllimliklə bağlı hər hansı bir belə deyək də veb sayt hazırlamışıqsa, bu müəllimlik sahəsinə aid məsələn fənlərlə bağlı və s. axtarış zamanı da bu şəxslərin qarşısına, yəni axtarış edən şəxslərin qarşısına bizim veb saytın daha öndə çıxması üçün SEO əhəmiyyətlidir. Yəni veb saytların daha öndə çıxması üçün deyə bilərik də belə daha başa düşülən dildə desək. Bunu bəs yaxşı biz nə ilə tənzimləyə bilərik? Mən təbii ki, developerin üzərinə düşən belə deyək də hissələrini deyəcəm sizə, amma SEO özü özlüyündə bir belə deyək də ayrı sahədir deyə bilərik. Çünki onunla məşğul olan şəxslər və s. var. Amma biz kodları yazdığımız zaman nələrə diqqət etməliyik? Zaten mən öncəki dərsimizdə sizə deməli semantik etiketlər və s. öncəki dərslərimizdə bunlar haqqında danışdım. Image tagi haqqında danışdıq və s. Yəni biz nələrə diqqət etməliyik? Layihəni yazdığımız zaman yaxşı olar ki, semantik etiketlərdən istifadə edək. Məsələn, header'dan istifadə edək, navdan istifadə edək, main'dən istifadə edək, footer'dan, aside'dan, section'dan, article'dan bunlardan istifadə etmək çox gözəldir, çox yaxşıdır. Niyə görə? Çünki SEO əhəmiyyətli təqlərdir bunlar. Bir məna kəsb edən təqlərdir. Məsələn, biz örneğin header deyirik, elə deyil, bu formada. Bunun yerinə biz div də yaza bilərik. Və yaxud da ki, main deyirik, main içərisində ana axışı yazırıq, elə deyil. Bunun yerinə biz div də deyib yaza bilərik. Sadəcə div deyərik. Məsələn, öncəki praktika dərsimizdə main yazdıq, main içərisində article, sectionlar və s. açdıq. Biz bunu sadəcə div deyərək də edə bilərik. Amma bu SEO tərəfdən mənfilik gətirir bizə, bizim layihəyə. Onun üçün də semantik etiketlərdən istifadə etmək yaxşıdır. Daha sonra çalışıb hər səhifədə H1 təqini bir dəfə istifadə etmək daha yaxşı olar. Niyə görə? Çünki veb saytımızın əsas, həmən səhifənin əsas belə deyək də məna kəsb edən belə deyək də ifadəsi nədirsə, sözlə ifadəsi nədirsə, hissəsi nədirsə, həmən hissəni H1 içərisində yazırıq. Məsələn, bu səhifə haqqında ümumiyyətcə ümumi bir başlıq da düşünün. Header içərisində H1 yazıb onu yaza bilərik. Və bu H1-i çalışıb bir dəfə istifadə etmək daha yaxşıdır. Digər bölmələrdə isə uyğun olaraq H2, H3, H4 bu formada istifadə etmək mümkündür. Bu da yaxşıdır. Daha sonra image tagini bilirik artıq biz. Image tagində search-ü bilirik artıq, onun haqqında danışmıram. Alt atributu haqqında da sizə məlumat verdim. Və yaxşı olar ki, bu alt atributuna şəkillər haqqında yazılı məlumat verək. Məsələn, hər hansı bir şəkildirsə onun haqqında məlumat verək ki, o şəkili belə deyək də robotlar axtardığı zaman bu yazılar da orada önəmli rol oynayır əslində SEO tərəfindən. Daha sonra fiziki qüsurlu şəxslərin şəkli başa düşməsi və s. də orada brauzerin oxunması tərəfindən üstünlük gətirir. Bu alta dəyər mənimsədilməsi. Onun üçün də buna da diqqət yetirmək lazımdır. Bu kimi hallar çoxdur. Dediyim kimi araşdıraraq bunları belə deyək də mənimsəmək olar. İndi burada SEO tərəfdən bir də əhəmiyyətli olanlardan nədir? Meta təqləridir. Yəni burada head içərisində yazılan meta təqləridir. Yaxşı, bəs bunlar nə əhəmiyyət kəsb eləyir və nədir bunlar? Məsələn, default olaraq biz HTML sənədi açdığımız zaman, bu yazılışı yazdığımız zaman meta təqləri bura gəlir. Charset var burada. Məsələn, UTF-8 yazdıq. Bu charset, gəlin elə başlayaq istəyirsiniz meta təqlərinə. Charset o deməkdir ki, yəni bu deməli charsetlərdən gəlir əslində. Unicode cədvəli ilə bağlıdır, əlaqəli bir şeydir. Unicode cədvəli haqqında məlumatınız yoxdursa, xırda bir araşdırma edə bilərsiniz. UTF-8 dediyimiz zaman müxtəlif simvolların dəstəklənməsini nəzərdə tuturuq biz. Məsələn, Azərbaycan hərflərində məsələn Ö var, Ü var, nöqtəlilərdə belə deyək. Bunların dəstəklənməsi və yaxud da ki, digər simvolların dəstəklənməsi üçün UTF-8 formatından biz istifadə edirik. Və UTF-16 da var, bunun genişlənmiş daha yaxşı versiyasıdır. Və yaxud da ki, ISO ilə bağlı olan müəyyən standartlar var, onlardan da istifadə etmək olar, amma onlar qadağalar qoyur. Məsələn, Azərbaycan dilindəki hərfləri belə deyək də dəstəkləmir, simvolları dəstəkləmir müəyyən hissəsini. Bu kimi araşdırmaları etmək olar. Yəni default olaraq zaten UTF-8-dən çox yerdə istifadə olunduğunu görəcəksiniz. Daha sonra burada meta təqi içərisində, bunu da biraz sola gətirək bu formada, Ctrl S eləyək təzədən. Baxın, meta təqi içərisində name atributu var, bir də content var burada, fikir versəniz. Bu name atributu bu təqin nə üçün olduğunu göstərir. Viewport yazılıb, bu responsivlik ilə bağlı olan bir şeydir. Deyə bilərsiniz, responsivlik nədir? Mən sizə belə izah edeyim. Məsələn, biz hər hansı bir veb saytı kompüterdə açdığımız zaman kompüterin ekranına uyğun olaraq həmin veb sayt bizim ekranda görsənir, elə deyil?
Və yaxud da ki, bəzi veb saytlara telefondan daxil olanda, həmin veb sayta telefondan daxil olanda görürük ki, yuxarıda məsələn sağ hissədə hər hansı bir yerdə 3 dənə xətt olur, menyu hissəsi. Halbuki o kompüterdə açılanda yuxarıda açıq şəkildə görsənir, amma telefonlarda yığcamlaşır və 3 xəttlə göstərilir. Örnəyin deyirəm də, indi fərqli formalarda da göstərmək olar. Onun üzərinə vurduğumuz zaman menyu açılır. Bu yəni responsiv yığılma deməkdir. Və yaxud da şəkillər böyük olur kompüterin ekranında, amma telefona uyğunlaşır, kiçik formada olur. Və ya məsələn 5 dənə şəkil yan-yana düzülür kompüterin ekranda yerləşdiyi üçün, amma telefonda alt-alta düzülür. Bunlar yəni responsivliyi ilə bağlı olan bir şeylərdir, istifadəçi rahatlığı ilə bağlı olan bir şeylərdir. Bəzi saytları məsələn görə bilərsiniz, onun istifadəsi də çətin olur. Telefonda açdığımız zaman elə kompüterdə açıldığı kimi açılır. Onun istifadəsi də çətin olur, responsiv olmur. Yəni istifadəçinin işini rahatlaşdırmır əslində o. Onun üçün də responsiv dizaynın dəstəkləndiyini göstərir. Burada enlə genişlənmə, kiçilmə, şəkillərin və s. onunla bağlıdır. Bu kontent hissəsində də müəyyən dəyərlər mənimsədilir. Təbii ki, layihəyə başlamazdan öncə əgər bunlar önəmlidirsə, bunlardan əlavə olaraq da hansı meta təqləri əlavə olmalıdır layihəyə, bunun haqqında müzakirələr olur zaten. Daha sonra özümüz meta təqi yaza bilərik. Məsələn, meta yazıram bura. Buna biz name deyə bilərik. Name-də biz dedik ki, bunun bu təqin nə üçün olduğunu yazırıq. Məsələn, description desək əgər bura özü gəldi elə. Bu o deməkdir ki, bu səhifə ilə bağlı açıqlamadır bu. Və content hissəsində, baxın, content hissəsində biz açıqlama mətni nə olsun onu yaza bilərik. Təbii ki, bu komanda ilə məsləhətləşib SEO tərəfindən məsləhətlərə əsasən bura yazılması daha yaxşı olar, amma öz bildiyimiz formada da yaza bilərik. Məsələn deyirəm də, biz bura yazaq, mən bura yazım. Kontrol S edirəm. Baxın, belə bir şey yazdım. Bu dərsi izləməklə HTML-də əjdaha olacaqsınız. Örnək olaraq deyirəm də. Yəni bu da bu description dediyimiz zaman, məsələn, axtarış etdiyimiz zaman başlıqlar çıxır, onun altında kiçik mətnlər olur, fikir vermisinizsə əgər. Bu onunla bağlı olan bir şeydir. Yəni veb saytla bağlı açıqlayıcı mətni, descriptionu bura yazmalıyıq biz. Və yaxud da ki, meta təqi yazırıq bura. Meta yaza bilsək. Meta təqi yazıram bura. Məsələn, name-inə deyə bilərəm author. Bu formada. Bunun da content hissəsində, baxın, content hissəsində bunu kim yazıb bu layihəni, onun adı qeyd olunur. Məsələn, Rəsul Cangirli deyirəm bura. Ctrl S edirəm. Siz də öz adınızı yaza bilərsiniz. Aydındır, yəni bu layihəni kim işləyibdi, onunla bağlı məlumat burada qeyd olunmuş olur. Title hissəsi haqqında məlumatımız var. Bir sonraki dərsdə də bundan, belə deyək də, bu title haqqında danışacağıq zaten. Burada da məsələn, meta SEO. Ctrl S edirəm, bu səhifədə görsənir, burada görsənir artıq. Həm də axtarış zamanı ana başlıq bu title hissəsində olan yazı olur. Aydındır. Ona görə də bunlar da xüsusi həssaslıqla seçilməlidir. Yəni belə deyək də, SEO-ya əsasən bura düzgün mətnlər yerləşdirilməlidir səhifə ilə bağlı və yaxud da ki, veb saytla bağlı. Bunu da başa düşmək lazımdır. İndi burada biz nəyi izah etmədik? Charsetdən danışdıq, name, content, title-dan danışdıq. Link var burada, baxın. Link birbaşa SEO ilə çox da əhəmiyyətli deyil. Buna müəyyən atributlar verməklə biz belə deyək də SEO əhəmiyyətli edə bilirik, amma məsələn artıq inşallah CSS dərslərinə başlayacağıq. CSS dərslərində görəcəksiniz. Hər hansı bir CSS faylını biz burada link vasitəsilə səhifəmizə daxil edəcəyik ki, burada deməli kənar bir CSS faylında yazılan kodlar HTML səhifəsində öz əksini tapsın. Aydındır. Bir burada style içərisində yazmaq olur. Onları deyəcəm, göstərəcəm sizə, heç narahat olmayın. Burada da CSS yazmaq olur, amma xarici bir CSS faylında yazırıqsa onu bu formada link vasitəsilə səhifəmizə daxil edə bilmiş oluruq. Ctrl S edirəm bunu da. İndi axtarış da edə bilərsiniz. Məsələn, meta tags in HTML desək əgər, belə bir deməli nəticələr çıxacaq sizin üçün də. Məsələn, başlıq hissəsi title bura gəlib yerləşir və yerləşə bilir. Daha sonra burada description hissəsində burada name-i description olan metanın contenti burada yer ala bilir. Aydındır? İndi bura baxın. Bu ilk yerə klik etsəz əgər belə bir səhifə qarşılayacaq sizi. Burada da baxa bilərsiniz. Bunlar haqqında danışdıq. Məsələn, author var burada, daha sonra keyword var burada. Bu sonralar belə deyək də yeni layihələrdə çox istifadə olunmur. Əvvəllər daha çox istifadə olunurdu. Yəni hal-hazırda tam dəqiq belə deyək də araşdırmamışam açıq, amma bildiyim qədərilə artıq Google-da və s. öz əhəmiyyətini itiribdi bu. Amma bunu da bilmək olar. Keyword, yəni açar sözlər yazırıq ki, bura bu açar sözlərlə bağlı axtarış olsa, bu saytda da deməli onunla bağlı məlumatlar var. Bunu demək istəyirik ki, daha ön plana çıxa bilsin. Aydındır? Bu da belə, yəni burada da araşdırma edə bilərsiniz təbii ki, qeyd etdiyim kimi. Ümumilikdə meta təqləri və SEO haqqında danışdığımız zaman bu qədər. Yəni bu məlumatları bilməyimiz
Burada da x yazmamışıq biz. Baxın, autor olmalıdır. Autor yazmışdıq biz. Deməli, meta təqləri haqqında və SEO haqqında bu qədər məlumat hələ ki sizə kifayət eləyir. Yəni burada çox ilişib qalmayın, amma qeyd etdiyim kimi təbii ki, gələcək üçün özünüzü inkişaf elətdirmək üçün bu kimi mövzuları araşdırmaq daha yaxşıdır. Yəni sizin üstünlüyünüzdür. Bu da təbii ki, praktikanız artdıqca zaten bunları görəcəksiniz. Ona görə də indi bu hissədə çox da ilişib qalmayın. Amma sadəcə bilin ki, bu metalar nə üçündür burada. Yəni bir var kodu yazanda həmişə sual işarəsi olaraq qalsın ki, görəsən bu metalar nə üçündür burada. Bir də var ki, bunlar haqqında məlumatınız olsun. Və yaxud da ki, ola bilər də indi burada hər hansı bir şey silinsin. Görərsiniz ki, problem buradadır. Ona görə buranı düzəldə bilərsiniz. Aydındır? Yəni bu dərsin əsas məqsədi bundan ibarətdir. Bir sonraki dərsimizdə fərqli mövzu ilə davam etmiş olacağıq. Növbəti dərsdə görüşək.